Müsait kardeşim. O sen dediğim emir budur. Vəziyyəti də bu cür. Hal-hazırki vəziyyətindən biraz danışdı. Benim vəziyyətim gözü qabağındadır, başladı önüm. Benim günlərdə quruyuram. Benim Allah bütün yaxşılarda kömək olsun. Gəlin mənə dəyməsələr, mən burada azından ölüm şeylərə veriyəm. Mənə dövlət sardır, heç kim baxmır. Ahali yardım edir. Kimin nəyi gücü satır. Xahiş edirəm. Mənə köməkçilik lazımdır. Bana sanağım çöldədir mənim. Hökumətə xəbər vermişəm. Mənlə maraqlanmaq istəmir. Axırı mən təşkilçisi olsaydı, mən lap deyərdim ki, məni xaricəyə də göndərib. Mənə bu dövlət baxmır. Mənə baxmaq istəmir. Artıq xəstəxanada mənə yer vermədilər. Baxmırlar, deyəcək kimə desən deyən. Dedim, öldürmək istəyirsiniz, gəlin öldürün. Öləyəm onsuz mən. Qarabağ xidmətçisi olmuşam. Heç ona daha da pul verilmir mənə. Özümü vətənxanı çıxartmışdılar. Nəyə görə? Ahalidən hadır olardım ona görə. Onun pisi oldum. Pensiyamdaki 250 manat pensiya alırdım onkoloji xəstəliyimə görə. O da 2-3-cü ayda dayanıb, mənə deyib, Bakıya get. Mən yerimlə dəvərə ürlər, Bakıya gedər. Bakıya get, içəri gedər. Çalışıyoruz orada, bərpa elətdir.